Salam Reyla baxırsınız. Paytaxtın Yasamal rayonu Cəfər Cabbarlı adına Azərbaycan Film Kino Studiyasının pirotexniki vasitələr saxlanan ambarında yanğınla müşahidə olunan partlayış baş verib. Hadisə ilə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası, Daxili İşlər Nazirliyinin əməkdaşları, eləcə də təbibin canlı qüvvəsi, təcili yardım maşınları əraziyə cəlb olundu. Belə ki, ətraf ərazilərdə də güclü partlayış səsi eşidildi. Təhlükəsizlik səbəbindən biz əraziyə tam buraxılmasaq da, hazırda 20 yanvar istiqamətində, daha dəqiq desək, paytaxtın Şamaxinka adlanan ərazisində nəqliyyatın sıxlığı da müşahidə olunur. Mən sizə Fövqəladə Hallar Nazirliyinin, eləcə də Daxili İşlər Nazirliyinin, həmçinin təbibin hadisə ilə əlaqədar ilkin yaydığı məlumatları çatdırmaq istəyirəm. Bugün Cəfər Cabbarlı, belə ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb olunub. İlkin məlumata görə yaralananlar haqqında məlumat yoxdur. Yaralananlar haqqında məlumat daxil olmayıb. Onu da qeyd edim ki, təbibin 5 təcili yardım briqadası əraziyə cəlb olunub. Bir qədər əvvəl ərazidə qatı duman müşahidə olunurdu. Hətta barıt qoxusunun iyi gəlirdi. Məlumata görə uzun müddət istifadə edilməyən ambarda baş verib partlayış. Hadisənin ilkin səbəbləri hələ ki məlum deyil. Hadisə ilə əlaqədar ərazidə izdiham müşahidə olundu. Daxili İşlər Nazirliyinin canlı qüvvəsi təhlükəsizlik məqsədi ilə əhalini kənarlaşdırdı bu həmin ərazidən. Elə biz də təhlükəsizlik səbəbindən tam ərazinin mərkəzinə yaxınlaşa bilmirik. Mən bir daha qeyd edim ki, partlayış yanğınla müşahidə olunub və Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə artıq yanğın lokallaşdırılıb və digər zəruri tədbirlər həyata keçirilir. Daha sonra hələ ki ilkin informasiyalar bunlardır. Artıq ərazidə duman müşahidə olunmur. Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, təbibin nümayəndələrinin ərazidə işləri davam etdirilir.